Görün buranı sizə göstərə bilsəm. Salam əleykum dostlar. Umarım ki, yaxşısınız. Mənzərə göstərmək istəmirdim, amma istədiyim şey. Mən bu gözəlliğin yanında oturdum. Dedim, buradan həm baxın bu mənzərədən ruhum saflansın, səfalansın, həm də ki, kitabımı oxuyayım. Bu suyun və bu gözəlliğin qırağında. Türkçülüğün əsasları adlı kitabı oxuyuruq. Ziya Gökalp 100 il bundan öncə yazıbdı. 102-ci səhifənin son bölümündəyik. Buradan taza bir bəhs başlayır və adı da hüquqda türkçülük. Hüquq dedik ki, qanun. Mən əxlaqda bir növ qanun bilirəm. Urfdəki qanundur. Dövlət qoyan qanunlar da qanundur. İndi görək ki, ərz edeyim xidmətinizə, qanunda nə cür türkçülük eləmək olar? Yəni, qanun, farsça qanunquzarı deyirlər. Qanun qoymaqda, qanun yazmaqda nə cür türkçülük olar? Bunu izah istir eləsin. Hüquq türkçülüyün amacı Türkiyədə modern bir hüquq vücuda gətirməkdir. Türkçülükdə, hüquqda türkçülük eləmək, qanunda türkçülük eləməyin bir amacı var. Amacı nədir? Amacı budur ki, Türkiyədə modern bir hüquq sistemi, bir qanun sistemi vücuda getsin. Hüquq və qanun, dostlar, hər ikisi ərəbcə sözdür, farsça deyil, türkçədə işlənir. Vücuda gətirməkdir, yəni istəyirlər ki, burada bir şeyi həyata gətirsinlər, yaşasınlar, icad eləsinlər. Bunu görürük ki, hər şeydə türkçülük eləmək olar. Yəni, hər kəsin öz təxəssüsündə türkçə ola bilər. Çünki sonunda istəyirik bu vətənə və bu millətə, el və yurdumuza bir xidmət eləyək. Nə ilə o xidmət eləyəcəyik? Təxəssüsümüzlə. Onunla ki, Xumeyni demişdi, təxəssüs nə mənədir? Biz onunla işimiz yox. Onlar özləri nə bilərlər farslar? Biz də təxəssüsdür ki, gələr millətə və vətənə xidmət elər. Yəni, təxəssüssüz bir insan xidmət eləyəməz. İndi təxəssüs sözü nədir? Təxəssüs sadəcə dostlar, bu deyil ki, siz danışqahda 5 il, 10 il, 20 il dərs oxuyasınız, zəhmət çəkəsiniz, bir təxəssüs alasınız. Təxəssüs bu ki, siz bir işi yaxşı başarırsınız və o işlə, o işin sahəsində türkçülük eləyirsiniz. Bu özü böyük bir işdir. İndi bir də insanlar var, qanun oxurlar. Dünya qanunlarını oxurlar. Bəzi məmləkətlərin qanunlarını oxurlar. Bunlara avukat ya vəkil deyilir. Bir yol. Amma bunlar əgər gələrlər, o qanunları, ya əsən qanun yazmağı, millətin mənafiyi və vətənin mənafiyi yolunda görələr, nəqd eləyələr, tənqid eləyələr və yazalar. Təklif eləyələr, pişnihad eləyələr, bu özü hüquqda türkçülükdür. Necə ki, siz saxtıman bina eləyəndə də eləyə bilərsiniz, bir bənnə olasınız, bir əmələ olasınız, bir mühəndis olasınız, bir hər nə, diprəmçi olasınız, filan bəhman, amma gələsiniz o təxəssüsü millətin, türk millətinin və türk millətinin əmniyyətinin və bu vətənin abadlığı üçün orada istifadə eləyəsiniz, türkçülük eləyəsiniz, bu da yenə türkçülükdür. Bu çağın millətləri arasında keçə bilmək üçün ən əsaslı şərt milli hüququn bütün dallarını teokrasi və klerikalizm qalıntılarından büsbütün
qurtarmaqdır. Bu çağın, çağ dedik, yəni zaman. Nahar çağı, axşam çağı, səhər çağı, bunlar bizim qədim dillərimizdə işlənərdi. Zaman yerinə zaman işlətməzdik. Zaman ərəbcə sözdür. Məsələn, nə zaman gəlirsən bizə, gəlirsən bizə, hə, nahar çağı gələcəm. Biz beləsi bunu yadıma gəlir ki, Qəradağda bu cür işlərdik. Bu çağın, yəni bu əsrin, bu zamanın ki biz yaşırıq. Bu çağ deyəndə, yəni yaşadığımız çağ. Bu çağın millətləri arasında, indi burada millətlər yaşır da, məsələn, 70 il bundan qabaq 50 məmləkətdən az məmləkət var idi, 54 məmləkət var idi, iştibah eləməsəm. İndi 204-5 məmləkət var. Və bunlar o məmləkətlərdir ki, Sazman-ı Miləldə üzvüdülər. Bir də məmləkətlər var ki, Sazman-ı Miləldə üzvü deyil. Mən Vancouverdən gedirdim, gördüm ki, Vancouverdə calibdir, bayraq asıblar. Kanadanın bayrağının üstündə bir dana tirdən asıblar. Kanadanın, federal Kanadanın, ki hamı tanıyır, bir dana qırmızı çinar yarpağıdır. Ondan üstə, aynı sapda, aynı mildə Vancouver, yəni British Columbia'nın bayrağı asılıdır. Yəni British Columbia'nın bayrağı Kanadanın bayrağından öndə gəlir. Kanada 12 məmləkətdir. İstərləri ayrılarlar. Bayraqları, hər dövlətləri, hər şeyləri ayrıdır. Necə ki, Amerika 50 məmləkətdir. İstər ayrılar 50 məmləkət olar. Amma o 50 məmləkətin bir dana Sazman-ı Miləldə var. Bunu istəyirəm deyəm ki, indi bu iki deyirlər, millət ayrılmaz, nə bilim, dövlət düzəltmək düz deyil, qanuni deyil filan. Bunların hamısı istimarın bizə keçirtdiyi fikirdir. Böyükdür, yalandır, brainwashingdir. Eyni o din ki bizim beynimizə getirdiblər ki, biz onunla bizi bərdə saxlayırlar. Eyni o əxlaq ki bizim zehnimizə getirdiblər və onunla bizi tolurlar. Eyni o ixtisas, hər nə ki onlar ədəbiyyat, dil, tarix, bunların hamısı ilə bizim beynimizi, hüquq da o cürdür. Hüquqda da bunlar bizi, hətta məmləkətlikdə da ki, bu iki məmləkət qura bilərik, qura bilmərik, burada da bizi brainwash edirlər. Bu çağın millətləri arasında olmayacaq da, arasına ola biləcək da, arasına geçmək üçün, yəni indi məsələn biz Güney Azərbaycanlılar dünya millətlərindən 70 il dalıya qalmışıq. Çünki dünya millətləri 2-ci Dünya Savaşında müstəqil olublar. Ən də gec olanları bu Rusiyadan ayrılanlardılar. Ki, müstəqil olublar. Azərbaycan, Ermənistan filan, bəhman, Gürcüstan, Şərqi Avropa filan, bəhman. Amma biz hala o çağdaş millətlərin arasında keçəməmişik. Niyə? Çünki biz brainwash olmuşuq, beynimiz yıxanıbdır və cəsarət eləmirik ki, yəni bəzilərimiz əslində inanmırıq ki, biz dövlət qura bilirik, millət ola bilirik, məmləkət ola bilirik. Mən bunu Günas TV-də 2013-də demişəm, məmləkətlərin listini göstərmişəm, adlarını çəkmişəm, cəmiyyətini demişəm və toprağının yekəliyini demişəm. Bəzi məmləkət var ki, 300 min nəfərdir. Sazman-ı Miləldə də üzvüdür. 300 min nəfər. O qədər kiçikdir ki, eləyə bilməz ordusu olsun ki, o pulla ordu saxlasın, təyyarə alsın, tank alsın, filan alsın. Gəlib dövlətlərin birinə deyib ki, ağa, sənin zorun var ki, mənim də burada əmniyyətimi saxla, burada da paygah qoy məsələn. Bunu da bizim zehnimizdən çıxarsan, kiçik dövlət olarsınız, müstəmirə olarsınız. Böyük dövlət olub İran adında, bu cəli İran adında böyük dövlət 6-7 milləti müstəmirə eləyibdir. Haranın müstəmirəsi deyil. Yəni, məsələn, deyək ki, İran adlı cəli dövlət və millət və keşvər, siyasi bir bölgə, bu böyükdür. Tamam. Çinin müstəmirəsi deyil, Rusiyanın müstəmirəsi deyil, Filistinin müstəmirəsi deyil, Ərağın müstəmirəsi deyil, Lübnanın müstəmirəsi deyil. Haranın müstəmirəsi deyil. Avropanın, İngilistanın müstəmirəsi deyil, Fransanın müstəmirəsi deyil, Amerikanın müstəmirəsi. Haranın müstəmirəsi deyil, onu mənə sabit eləsinlər ki, biz yox müstəqillik.
demək ki, bu iki mən müstəqilləm dərdə dəyməz. Görsədin ki, əvvələn dünyada müstəqilli, %100 müstəqil məmləkət ola bilməz. Çünki hər məmləkət bir neçə şeyə o birisi məmləkətlərə bağlıdır. Ən müstəqilli olmayan məmləkət Amerikadır, Fransa'dır, İngilistandır, Rusiyadır, Almandır, Çindir, Japondur. Bunlar heç birisi müstəqil deyirlər. Çünki bunlar heç, məsələn, Japon hər nəyi istəyir dünyadan Allah para orada düzəldə duvara sata dünyaya. Yəni bağlıdır. Müstəqilliğin də mənasını bizə düz deməyiblər. Onun üçündür ki, Azərbaycan prezidenti deyir ki, biz hər məmləkət ilə ki, qarışıqlı, hörmətli geçinə biz onunla bərabər qarışıqlı geçinirik. Hər kəs bizlə də geçinməsə geçinmər. İstiqlal bu anlamdadır ki, mənim dövlətim var. Ayrı bir dövlət mənim içimə dixalət eləməz. İndi İranın hangi dövlət içinə dixalət eləmir? Mütəəssifanə İranda farslar Qacar dövründən hətta qabaqdan daimən pul alaraq xaricələrdən casusluq eləyiblər içəridə. Bu günlərdə hətta Sipahistaranın ən mühüm yerləri casuslarla doludular. Və o casuslardılar ki, buna görə sabit eləyələr ki, biz casus deyiluq, casus olmayan insanları tuturlar, orada şikəncə eləyirlər, vururlar, döyürlər, öldürürlər, edama məhkum eləyirlər. Ki, özlərin təbrə eləyələr, görsədələr. Amma biz baxırıq, görürük ki, məmləkətin əsli ittilatın bu farslar verirlər eşiyə. Çünki bəluç yoxdur orada. Məsələn, enerji həstəyi dedikləri, atom mərkəzləri dedikləri orada bir dana bəluç, bir dana ərəb, bir dana türk, bir dana lor, bir dana cilək, bir dana mazən, bir dana tapamazsınız. Bunlar hamısı fars və hamısı da hakimiyyətdə olan adamlar, amma hamısı da xain. O kitabı yazan nədir? Şeyə yazıbdır, masoneri der İran. İranda masoneri. Onun bir cümləsi var. Çox sevdim mən bu cümləni. Dedi ki, o da qorxusundan yazıb. Yazıb ki, Rıza Şahdan sonra tamam adamlar ki, dövlətdə vardı, framasondular. Mən bilmirəm, niyə Rıza Şah framason olmasın? Yəni, framasonlar bir adamı gətiriblər iş üstəki framason deyil və framason olmayan adamlar onunla işləyirlər, onunla əmr alırlar. Belə bir şey ola bilməz. Ağlı çatmır. Yəni, əgər deyək ki, bu günləri bu sistemdə ki, İranda işləyir, bunların hamısı framasondular, fərzi var bu da, bilmirəm ki. Deyək ki, Xameneyi framason deyil, ola bilərbi. İlla bu ki, deyək, Xameneyini əslən adam hesablamırlar. Onun əmirləri geçmir, sözü geçmir, dəsturu geçmir, filan bəhman. Bunu da görmürük. Görürük ki, məclisə dəstur verir, dövlətə dəstur verir, orduya dəstur verir, sipaha dəstur verir, ittilat dəstur verir və hər yer bunun dəsturuna qulaq asılır. Hər halda bizim beynimizi yuyublar və biz özümüzə cəsarət verməmişik ki, çağdaş dövlətlərin içinə keçək və çağdaş dövlət quraq. Çağdaş dövlətin, qədim dövlətlərin fərqi çox açıqdır. İnşallah bəlkə burada dedik, deməsə də mən soralar deyərəm. Çağdaş millətlər arasına keçə bilmək üçün ən əsaslı şərt var. Bir dənə əsaslı, yəni mühüm. Ən əsaslı, yəni ən mühüm. Əsas da mühümdür. Hər ikisi də ərəbcə sözdür, farsca deyil. Şərt var. Nədir? O da milli hüququn bütün dallarını teokrasi və kolikarilizmi qalıntılarından büsbütün qurtarmaqdır. Bir dənə şərti var. O da nədir? Hüququn, yəni qanunun. Diqqət buyurun, bunu o zaman deyibdir. İndi bunu deyim, sonra gəlirik bunu, yəni deyim görün ki, nə olubdur. Bu o zaman deyib ki, gərək biz qanunu çağdaş eləyək və hüququn tamam bölümlərin, yəni hüquqi cəza, hüquqi mədəni, hüquqi, məsələn, beynəlmiləl hüquqi, uşaqlar hüquqi, qadınlar haqları, təhsil haqqı, davadər, hər nə ki hüquqlar var, bunlar hərəsi bir sahədir. Yəni, bunlar hərəsində bir təxəssüs istər. Yəni, bir nəfər ki, deyir, mən vəkiləm, eləyə bilməz həm hüquqi beynəlmiləl bilə, həm uşaq haqqı bilə, həm qadın haqqı bilə, həm dava dərman haqqı bilə, həm zəlzələdə bu saxtmansazlıq haqqı bilə, həm
ordu haqqı, hüququ bilə, həm bunları bilə bilməz. Zoru da çatmaz. Bunun üçün deyir ki, milli hüququn bütün dallarını, dallar dedik qanatların, qolların, bütün dallarını teokrasi din, Allah. Allahı bunlardan çıxartmalıdır. Yəni, şəriət əsasında bir din, bir hüquq yazmamalıdır. Çünki şəriət bir insanların haqqını, o birisi insanların qabağında qoruyur və zorlu tutur. Məsələn, deyir ki, mən müsəlmanam, qalanlar kafərdir. Mən şiiyəm, qalanlar kafərdir. Baxın, burada bu hüquq nə demək? Bu hüquq insanları bölür. Şiə, qeyri-şiə. Müsəlman, qeyri-müsəlman. Fars, qeyri-fars. Bunlar insanları bölür. Bunun üçün din buradan gedəcək və kolikaralizm, bunu keçən dəfədə bilmədim nədir, indi də bilmirəm nədir, qalıntılarına, yəni onların hər nə ki qanunda qalıb indiyə qədər bunların hamısı qalıntıları, yəni qalanları, məsələn farsça deyək ki, cüz'iyyat, rizikarilər, nə bilim, hər pasmandaha, farsça pasmandalar. Qalıntıları, yəni o şeylər ki silmişik amma qalanları da orada burada var. Bunları gərək nə olsun? Büsbütün kökündən. Büsbütün kökündən deməkdir. Zoğundan. Nə demək? Qurtarmaqdır. Qanunları bu bəladan qurtarmalıdır. Dünənləri xəbər gəldi ki, bir xanımla bir dana ağa bir rabitəyə giriblər. Qanun tutur bunları edama məhkum eləyibdir və edamları da təsdiq olub dövlətdə, divan ədalət idarədə qərar bunları öldürürlər. Niyə? Çünki bu adamın dini deyir ki, iki nəfər bir-birini sevsə eləyə bilməzlər sevişələr. Biz əgər bu qanunumuzdan çıxarsaq və eyni halda bunu da çıxarsaq ki, baxın, cəhiziyyə və mehriyyə. Bunlar da şəriətdən gəlmədi. Bilmirik ki, İslamda varmış, yoxmuş. Ya yalan deyiblər, ya doğru deyiblər. Amma hər halda şəriətdə var indi. Bu şəriətdən çıxsa, insanlar rahat olar. O şey ki, sevginin qabağını alır, ondan qutararlar. Daha xalis sevgiyə gedər. Ağa, mən məcbur deyirəm sənlə yaşayan. Nə cihaz gətirmişəm, nə kəbin alıram. Dünənədən sevirdim, xoş gəldin, gedirəm. Arvad geçişi, rahatça qutara bilər. Gedər sevdiği ilə sevişər. Gedər sevdiği ilə yaşar. Sevmədiği ilə burada ölüdür. Mən çox adamlar tanıram ki, biri ilə yaşır amma ölüdür. Ruhiyyə ölü, cism ölü, yəni adam fəqət bir dənə maşına çevrilibdir. İşlir, yiyir, yatır, durur, işlir, yiyir, yatır, durur. Hər dəndə mümkündür bir gülə ya gülməyə. Çünki bu içindən ölübdür. Çünki bir adamla yaşır ki, onu sevmir. Amma bir dənə dəlildən ötürü çıxanmır. Nədir? Bu cihaz vardı, bunun da kəbini vardı. Yəni, insanları satıblar. İndi insan bu bərdəlikdən çıxanmır. Evlənmək adında biz bərdəlik gəlmişik, bərdəliqə girmişik. Həm kişilər, həm arvadlar. Kişilər bir ip salıblar boyunlarına, adı kəbindir. Xanımlar da yenə onu tutublar əllərindəki, bunu mən dara çəkəcəyim. Alacağım. İndi yaşamır, çünki deyir mən bu adamı dara çəkəcəyim, o da deyir mən dara çəkilməyəcəyim. Burada elə ikisi də bu o ipi əlində tutub, bu da burada aslanıbdır. Nə o yaşır, nə də bu əlini çəkə bilir. Bu şəriətin bizim zindicanlığımıza girdiği şeylər gərək çıxsın, geçsin. İndi o kolikaralizm nədir? Heç baxmamışam da, istəmirəm də baxam, o da hətmən bir şeydir ki, müzəxrəfatdan ki, gərək geçsin. Teokrasi yasaların Allahın yer üzündəki kölgələri sayılan xəlifələr və sultanlar tərəfindən yapılması deməkdir. Teokrasi nə deməkdir? Dedim də, indi mən dedim şəriət. İndi onu bu biraz nə deyir? Açıqlır. Deyir ki, teokrasi nədir? Teokrasi, yəni din, yasaların qanunlar. Yasa türkcə Moğol sözüdür, amma türkcədə işlənir. Çox da gözəl sözdür. Qanun ərəbcədir, farsça deyil. Farsların fikrim qanunu adında bir şeyləri yoxdur. Yəni sözləri yoxdur qanun kəlməsinə.
Hamımız yaşırıq dostum. Bir çoxumuz yaşırıq. Bir çoxumuz belə yaşırıq. Mənim bir familim var idi. Allah rəhmət eləsin. Hər ikisi ölübdür. Ər-arvad ölüblər. Mən bir zaman çox cavan idim. Məsələn 16-17 yaşım var idi. Görürdüm ki, bunun arvadı ilə özü yola getmirlər. Daimən itlə pişik kimi savaşırlar. Bir ədəbdirlər bir-birlərinə. Bir-birlərinə hörmət adında deyə bir şey yoxdur. Bir yol. Nə ikisi bərabər olanda, nə də qonaq olanda. Ya qonaq gedəndə. Hey özümə deyirdim, bu adam niyə boşamır bu arvadı? Niyə boşanıb getmir? Sonralar gördüm ki, bir dana da ayrı bir ip olur. Adamın uşaqları olur və diqqət buyurun, ürf bizi bu səfər dara salır. Ürf deyir ki, sən əgər boşansan, uşaqların qalacaq, sən eləsən, beləsən, adam deyilsən, filan deyilsən. Bir yolda ürfüdən ötürü, qonşudan, famildən, dədədən, nənədən, qeynatadan, qeynanadan, famildən, bacıdan, qardaşdan, baldızdan, qeyndən, bunlardan utanmaqdan dolayı deyirik ki, bu ipi salacaq, boynumuza qalacaq bu yaşamda. Bu da bir ürfüdə bir şeydir. Bunları deyirəm ki, bunları sındırmaq olar. Gərək bunları sındıraq. Xoşbəxtliklə bu Avropalılar, Amerikalılar bunu sındırıblar. Çünki hər halda teokrasi, yəni din, yasaların qanunları onları Allahın yer üzündəki, Allah bilmirik hardadır. Türk şeyində göydədir. Türk usturələrində Allahlar göydədirlər. Deyir ki, o Allahlar ki, göydədirlər və heç kəsə də yazı verməyiblər, əmr verməyiblər. Bax, hətta Həzrəti Məhəmməd də bir dənə yazı göstərməyib ki, bunu Allah imzalayıb deyib, bu Allahın imzasıdır. Məni qoyub bura, göndərib bura, mən onun son şeyiyəm. O şeylər ki, deyir, mən Allah tərəfindən gəlmişəm, biz onu Məhəmmədin öz ağzından eşidirik, Allahın ağzından eşitmirik. Məhəmməd iddia edir ki, mən Allah tərəfindən gəlmişəm. Elə bir ki, mən iddia eləyəm ki, mən Allah tərəfindən gəlmişəm. Nə dəlilim var? Öz sözüm. Axı, öz sözün özüva dəlil, mənim sözüm dəlildir, sən də qəbul eləməsin, öldürürəm. İndi deyir ki, yasaların Allahın yer üzündəki kölgəsi sayılan xəlifələr və sultanlar tərəfindən yapılması deməkdir. Deyir ki, şəriəti Allahın, o adamlar ki, özlərini deyirlər, biz Allahın xəlifəsi yox yer üzündə. Və Allahın sultanı yox yer üzündə. Allahın ayətullahı yox yer üzündə. Allahın kölgəsi yox yer üzündə. Allahın keşişi yox, papı yox, nə bilim, nəyi yox yer üzündə. Bunların yazdığı, yapdıqları, yəni yazdıqları, düzəltdikləri, düzəltmək, yapmaq əslində burada yazmaq deyil, düzəltmək, düzəltdikləri qanundur. Dünyada Həzrəti, diqqət buyurun, bunu çox cəlibdir. Həzrəti Musa gedib dağa qanun gətirə, Allahla danışa. Əsən əcib, bizim bu şey, əcib zehnimiz şeydir. Deyir ki, Həzrəti İbrahim Xəlilullahdır, Allahın yoldaşıdır. Yəni, yoldaşla gələr, gedər, danışar, yiyər, içər da. Bir yol. Bu adam gedir Misrə, Allahın tərəfindən. Ya, Allah tərəfindən yoxdur, yaxşı gedir Misrə. İstir ki, orada din düzəldir. Gedir ora, Qurandadır bu ayə. Deyir ki, xanımısı ilə danışır, deyir ki, mən eşitmişəm ki, bu Firon, yəni şah, o Misrilərin şahı, bəzi xarici arvadlar birdən gəlsə, onlara tamah salır, alır. Mən birdən sənə desəm ki, sən mənim arvadımsan, məni öldürər, səni də alar. Ki, elə indidən qəraldat qoyaq. Mən deyəcəyəm ki, sən mənim arvadım deyilsən. Deyəcəyəm, ya xalamdır, ya əmməmdir, bir ayrı adamdır, hər halda. Mənim arvadım deyil. Calibdir, gedir Musanın yanına, çox xaricidən gəlibdir. Bu, indi girəcəkdir, girək gedə, özüm mərif eləyə, mən bura nəyə gəlmişəm, icazə istəyirəm, filan bəhman. Bir yoldur. İndi bu işləri, indi qədim o zaman şah ya onun muavini görürdü bu işləri. İndi bu işləri, çünki az olur da, ildə 2 dana, 3 dana qonaq gəlirdi xaricidən məsələn. İndi bu işləri Vizarət-i Xaricə görür, ya məsələn, vizanı girəndə hər kəs vurur, o işləri görür. Bir yol. İbrahim gedir ora, deyir ki, bu xanım, bəli, siz kimsiz, nəyə gəlmişsiniz? Deyir ki, bu mənim məsələn deyək, xalamdır ya, hər kəsimdir,
gəlmişik bura şeyə, demir arvadımdır. Şey dəstur verir ki, Firon, bunlar gedəndən sonra gedin axtarın görün bunlar kimdirlər, nədirlər? Axtarırlar, deyirlər ki, bunlar ərvaddılar. Çağırır deyir ki, olan həmin Xəlilullaha ha. Yalan niyə danışırsan? Bu sənin arvadındır. Niyə yalan danışırsan? Burada görsədir ki, brainwash olubdu İbrahim peyğəmbər və fikr elirmiş, eşitmişmiş da, təbliğat eşitmişmiş ki, bura gedəndə Firon tutur arvadları alır. Bunun üçün bir yalan düzəldib ki, o yalanla öz canını qutarsın. Görürük ki, bunun qabağında Həzrəti Ömər rəziyallahu anh Həzrəti Məhəmmədi, əgər iştibah eləmişəm Həzrəti Ömərdir. Yox, Əbu Bəkr Siddiq. Əbu Bəkr Siddiq Həzrəti Məhəmmədi alır, salır təlisə, alır çuvalına. Nağıldır, bilmirəm düzdür ya yalandır. Alır belinə, istir ki, o gecə ki, ərəblər töküləcəklər, familləri, ərəblər yox. Normalda peyğəmbərlərə familləri iman gətirməz. Normaldır. Həzrəti Məhəmmədin də famillərindən bir arvadı iman gətirir. Ondan sonra heç birisi iman gətirmir. Hamısı imansız ölür. Həmizə iman gətirməyib ehtimalı çox azdır iman gətirmiş olar. Əbu Talib gətirməyib, heç birisi. Xədicə iman gətiribdi, bir də Əli iman gətiribdi. Qalandakı da oradan yetişmiş də Əbu Cəhl filan Bəhman, bu Təbbətiyə də Əbu Ləhəb ki deyir, o da əmisidir də. Bunlar hamısı öz famillərdir. Ərz edim xidmətinizə, indi qərardır bu famillər tökülərlər gecə, Məhəmmədi öldürərlər. Həzrət Məhəmməd qaçmaq məcburiyyətindədir. Burada da nağıl düzəldiblər ki, Əlinin 10 yaşı var, qoyurlar orada, məsələn, nəcr olur. Elə bir qədim evlərdə məsələn şey var, pəncərəzat varmış, gəlib oradan baxacaqlar, görürlər ki, Əli orada yatıb, tutub öldürməyəcəklər. Hər halda, Əbu Bəkr deyirlər ki, bunu Həzrət Məhəmmədi salır şeyə, təlisə, ya bir dana çuvala, hər nəyə, atır belinə. Yekə bir adammış, Məhəmməd də zahirən belə nəzərə gəlir, kiçiymiş. Nağılı belə düzəldiblər də. Yəni indi bu burada bunu götürüb çiynində hıqqa-hıqqla gedir, qabaqdan gəhbanlar dolanırlar şəhərdə. Güzarçı biz deyirik tərbizdə kətdə. Bu güzarçı soruşur ki, hara gedirsən, nə geyirsən? Məhəmmədgildən çıxmısan. Deyir ki, mən Məhəmmədi aparıram. Gülürlər ki, Allah Məhəmmədi salıbsa sən. Məhəmməd iddia edir, mən Allahın tərəfindən gəlmişəm. Sən bunu salmısan, təlisi aparırsan. Qəbul eləmirlər. Gedirlər çöldə bir yerdə. Həzrət Məhəmməd deyir, o da niyə dedin? Deyir ki, mən sənin canından ötürü yalan deməzdim. İbrahim yalan deyir. Ona görə buna Siddiq deyirlər. Əbu Bəkr Siddiq. Allah rəhmət eləsin. Allah razı olsun. Ərz edeyim xidmətinizə. Hər halda bunların yer üzündə qanun yazmalarına nə deyirlər? Teokrasi deyirlər. Latincə bir sözdür. Bizdə dinçi qanun. Dinçi. Rahat gedək. Kolikaralizm nədir? İndi görək bunu özü məna eləyir. Mən orada da bilməmişdim, burada indi görək burada. Əsasən, əslində gələn Allah tərəfindən qoyulduğu iləri, sürülən gələnəkləri değişməz yasalar sayılaraq Allahın sözcüləri sayılan din adamları tərəfindən yorumlanmasıdır. Bu nədir? Deyir ki, indi məsələn, bunu deyirdim, Musa gedir dağa, qanun gətirir. 10 commandment deyə məşhurdur. 10 fərman. 10 dana fərman gətirib. Düz danışın, oğurluq eləməyin, zina eləməyin, bu türsü. Bu 10 fərmanın üstündə bir dana kitab yazılıbdır, 3-4 qat Quran böyüklükdədir. Bunu kim yazıb? Musa yazmayıb. Musa deməyib. Musa əslində əslən kitab adında bir şey yoxdur. Bunu kimlər yazıblar Musa'nın adına? Onları deyir indi. Kolikaralizm nə mənə deməkdir? Kolikaralizm də latincə sözdür, indi onu deyir ki, kolikaralizm isə, yəni kolikaralizm dediyimiz şey əslində Allah tərəfindən qoyulduğu iləri qoyulduğu və irəli sürülən, irəli qabağa, irəli sürülən gələnəklər, yəni rəsm rüsum. Allah tərəfindən bir şeylər qoyulduğu, irəli sürülən gələnəklər, rəsm rüsum, değişməz yasalar, qeyri-qabili təğyir ərəbcə, değişməz qanunlar
sayılan, onlar ki değişməz, onları sayılan bu qanunlara Allah tərəfindən qoyulan yaxçılıqlar, değişməz qanunlar Allahın sözcüləri tərəfindən. Sözcülər burada ola bilər peyğəmbərlər olsun. Amma tüm bilirik ki, onlar deyil. Ola bilər ki, sayılan din adamları. Sözcüləri sayılan din adamları, ayətullahlar, mollalar, keşlər, paplar, keşişlər, paplar, nə bilim, kinisələr filanlar, bunların tərəfindən yorumlanmasıdır. Müfəssirlər. Xülasəsi budur. Ərəbcə deyir ki, müfəssirlərə, din müfəssirlərə, dil təfsirçilərinə latində deyirlər kolorikalizm. Tamam. Orta çağ dövlətlərinin bu iki özəllikdən tamamən qurtulmuş olan dövlətlərə çağdaş dövlət adı verilir. Deyir ki, qaranlıq yüzilliklar, Rönesansdan öncə yəni. Onlardan onları orta çağ deyirlər. Bir modern çağ var, bir qaranlıq çağ var, bir də qaranlıq çağdan qabaqlar var. Deyir ki, orta çağ dövlətlərinin, o dövlətlərin bu iki özəllikdən, yəni biri dini, şəriəti qanundan silmək, bir də ki, mollaların təfsirlərin qanundan silmək. Bu iki özəllikdən tamamən qurtuluşu, qurtulsun bu iki danadan olan dövlətlərə çağdaş dövləti adı verirlər. Buna çağdaş dövlətlərə, müasir dövlət, çağdaş dövlət, o dövlətlərə deyirlər ki, bu iki danadan qurtulubdur. Şəriətdən və şəriəti təfsir edənlərdən qurtarıbdır. İndi acaba İran çağdaş modern dövlətə keçibdir? Çünki burada indi dini təfsir eləyənlər, əlan qanunu təfsir edirlər, dini təfsir edirlər və onlar icra edirlər. Yox, İran modern dövlət olmayıb. İran hələ feylən cəli olmağına baxmayaraq, bu cəli dövlət, bu cəli məmləkət hala şeydədir. Qaranlıq yüzillikdə Qurun-i Vusta, orta çağlar. Orta çağ, Qurun-i Vusta ki deyirik ha, bu ərəbcə sözdür. Orta çağlar. Bu orta çağlar dediyimiz ərəbcəsi Qurun-i Vustadır ki, farsçası yoxdur. Çağdaş dövlətlərdə öncə yasa yapma və ölkəni yönetmək yetkiləri doğrudan doğruya millətə aiddir. Deyir ki, çağdaş dövlətlərdə, modern dövlətlərdə öncə yasa yapmaq, əvvəl qanunu düzətmək, qanun yazmaq, qanun təsvib eləmək bu. Öncə, yəni yap əvvəl bu yasa yapmaq və ölkəni yönetmək və habelə məmləkəti idarə etmək, yönetmək yetkiləri, yəni haqqı deməsək, yəni icazəsi, qudrəti, yetki qudrət anlamına deyirlər. Doğrudan doğruya, həqiqətdə, doğrudan doğruya da həqiqətdə, əslində, düzlüğündə kimə? Millətə aiddir. Pəs, yasa yazmaq, qanun yazmaq, yasa yazmaq və ölkəni idarə eləmək gücü kimə aiddir? Dövlətə aiddir. Millətin bu yetkilərini sınırlandıracaq heç bir məqam, heç bir gələnək və heç bir haqq yoxdur. Millətin bu gücünü, yetkilərini, yəni gücünü, qudrətini qanun qoymaq və idarə eləmək. Bu gücünü sınırlandıracaq, məhdud eləyən. Sınır dedik ki, mərzidir, məhdud eləyir də bir dənə torpağı, o birisi torpaqlardan ayırır. Deyir ki, millətin bu gücünü sınırlandıracaq heç bir məqam, yəni bir mövqeyyət idarə, siyasi, dini və heç bir gələnək, rəsm rüsum və heç bir haqq, heç bir hüquq və qanun yoxdur. Yəni bir qanun qoyanmazsınız. Bir nəfər din adına, Allah adına, idari ərteş adına, ordu adına, sipah adına, hər nə ada olur olsun eləyə bilməz. Ya hətta qanun adına eləyə bilməz. Millətin haqqını əlindən alsın. İkinci olaraq,
Birincisi oydu. İkincisi nədir? Millətin bütün fərdləri tümüylə bir-birləri ilə eşitdir. Millətin, yəni ya Azərbaycan türkləri ya türklər. Türk deyəndə baxın bunların içində Yahudi türk var, Erməni türk var, Fars olmuş türk var, Ciləş olmuş türk var, Taliş olmuş türk var, türk və olmayanlar da var. Azəri olmuş türk var. Deyir bunların içində millətin bütün fərdiləri, onların hamısı bu millətin fərdiləridir. Türkün fərdiləridir. Ya bizim topraklarımızda yaşayan adamlar ki, qəbul ediblər bizim topraklarımızda yaşasınlar, bunların hamısı tümüylə, hamısı bütünlükdə bir-biri ilə eşitdilər. Heç birisi o birisindən şoğluna görə, işinə görə, puluna görə, dinçiliyinə, dinsizliyinə görə aşağı yuxarı vətəndaş deyil. Hamısı bərabərdir. Mən elə durmuşam ki, indi buradan ışıq düşür kamil üz gözümə. Bilmirəm ki, heç orada nə cür görsənir. Hər halda özəl ayrıcılıqlara sahib heç bir fərd, heç bir ailə, heç bir sınıf var olamaz. Ayrıcılıq təbiiz. Ayrı seçmək da, ayrı seçki, yəni təbiiz. Özəl ayrıcılıq, məxsus, özəl bir ayrıcılıq, bir təbiiz yoxdur. Yəni nə mənə indi deyir? Heç bir fərd, heç bir birey, heç bir ailə, baxın heç deyir. Yəni deyə bilməz ki, bu rəhbərdir, rəis cümhurdur, rəis məclisdir, dövlətdir, ərtəşin komandanıdır, falan, ittilatın, bu cür bir şey yoxdur. Heç bir ailə, heç bir sınıf. Sınıf dedim, mollalar, ayetullahlar, döhdürlər, mühəndislər, çatdalar, şəhridarilər, şuralar, məclis, nə bilim, hər bir işdə ondan sonra nəzərinizə gəlir. Bunlar heç birisi özəl, bunlara ayrıcılıq olmaz. Bu şərtləri sağlayan dövlətlərə demokrasi adı verilir. Əgər bu şərtləri ola, bu iki şərt, iki əsasaydı, bu şərtləri sağlayan, saxlayan, bunları sağlam saxlayan, salim saxlayan, qanun getirdib dəyişdirməyən dövlətlərə demokrasi adı verilir. Demokrasi dövlətləri, yəni demokratik dövlət deyərlər. Demokrasi adı verilir. Dövlətə deməzlər demokrasi. Demokrasi bir tərzi yaşamdır ki, burada dedi də. Bunlara bu cür yaşayan millətlərə demokratik millət deyərlər, ya demokratik dövlət deyərlər. O sistemə də demokrasi deyərlər. Adı verilir ki, xalq hökuməti deməkdir. Bunun da demokrasinin adı nə məndir? Xalq hökuməti. Hüquqda türkçülüyün birinci amacı çağdaş bir dövlət vücuda gətirdiyi olduğu kimi, ikinci amacı da məslək sahiblərinin kişisel çalışmalarını kamu və umumun müdaxiləsindən qurtararaq uzmanların yetkilərinə dayanan məslək ərçilliklərini özgürlüklərini təsis etməkdir. Üç cümlədə bir dana söz deyir ki, neçə cümlədən ibarətdir. İndi hüquqda türkçülük eləməğin iki amacı deyir var. Birincisi, çağdaş bir dövləti vücuda gətirməkdir qanun əsasını. Qanun dindən və dinçilərdən, şəriətdən uzaq olacaq. Qanun heç kəsə təbiiz, müsbət ya mənfi verməyəcək. Müsbət budur ki, biri də insanlara, biri də hüququ tanıyır. Şura-i Nigahban qanun əsasının bu haqqı vardır ki, qanunları rədd edir. Siz filan kəsləri tutanmazsınız. Məsələn, nümayəndəni necə ki, məclisdə tutanmazsınız. Niyə tutanmarıq? Adam öldürsə, cinayət eləsə, əslah qaçaqçı eləsə, hər nə ki, cürm hesab olur, o da cürm eləsə tutulmalıdır. Amma görürük ki, Azərbaycanda qız gəlir, deyir ki, filan nümayəndə mənə təcavüz eləyibdir. Təbrə eləyirlər. Özdə öldürürlər o qızı, sonra da təbrə olur. Deyir ki, birinci amacları budur ki, dövləti qanun əsasına vücuda gətirərlər. İkinci amacları nədir? Qanunda türkçülük eləyən insanların məslək sahiblərinin, iş sahiblərinin, döhdürlərin, mühəndislərin, vəkillərin, nümayəndələrin, vəzirlərin, rəis cümhurun, hər kəsin ki, əlində bir işi var. Bəqqalların, zərgərlərin,
qızılçıların falan, bunların məslək sahiblərinin kişisel çalışmalarını, şəxsi çalışmalarını kamu və umumun müdaxiləsindən qurtararaq. Kamu, yəni camiə, toplum, toplumun və umumun, millətin müdaxiləsindən qurtarmaqdır. Ağa, mən jurnalistəm. Mən bir fəal siyasiyəm, amma mənim bir danda zindicanlığım var. Mənim şəxsi zindicanlığımı gərək millətin dixalətindən qurtaraq. Mən eləyə bilirəm ki, boşanam, eləyə bilirəm gedən bir qız dostu tutam, eləyə bilirəm gedən bir nəfərlə sevişəm, eləyə bilirəm gedən dinli olam, eləyə bilirəm gedən dinsiz olam, eləyə bilirəm gedən cinayət eləyəm. Bunun nə rəbti var mənim işimə, mənim fəaliyyətimə? Onu deyir ki, bir tərəfdən qanun təbizlərdən şey eləyəcək, bir tərəfdən də iş sahiblərinin işdən qıraq. Nümayəndə, məclisə gedəndə nümayəndə. Məclisdən çıxdı eşiyə, bir dənə şəxsə dondu. Cəlibdir, mən bu Suedə görə bu son zamanlarda bir-iki video gördüm, çox cəlibdir. Deyir ki, nümayəndə niyə məclisdə gedir yemək yiyir? Niyə orada bir qəza bişirirlər, bunlara qəza verirlər, müftə? Niyə axı? O bəyə hüquq almır. Eyni o birisi xaricədə ta ki, gedir naharın işləyir, bu da getsin naharın işləyirsin. Bunun niyə gərək xidmətçisi ola? Müftə yemək yiyə. Məgər bu millət müftə yemək yiyirlər? Yox. Hər kəsən işinin qabağında bir pul alır. Nümayəndə də işinin qabağında pul alır. Getsin naharında alsın, yesin. Sübhanəsini də alsın, yesin. Meyvəsini də alsın, ətini də, yəni ailəsinə. Pulu yetişir, nökər tutsun. Pulu yetişmir, tutmasın. Yəni bir nəfər tutsun, nökər deməyəm, nökər çox pis sözdür. Bir nəfər işçi tutsun. Üzr istəyirəm, bu nökər sözü yaxşı deyildi. İşçi tutsun. Pul verəcək, gələcək bu adama alver eləyəcəkdir, yemək bişirəcəkdir, falan eləyəcəkdir. Pulu da yoxdur. Özə gərək izafi olmaya. Ağa, deyir ki, Suedin qanun yox sözədir. Yəni bu qanunu biz gərək gözümüz üstə saxlayaq, gələcəkdə bunu icra eləyək. Deyir ki, Sueddə ümumiyyətin hüququ, yəni dövlətə işləyən xaricəlilərin hüququ nə qədərdir? Şeyin də hüququ o qədərdir. Nümayəndə məclisin, vəzirin, rəis cümhurun. Yəni olmaz ki, bir dənə müəllim, bir dənə ordu işləyəni, bir dənə bank işləyəni, bir dənə filan, ala məsələn 4 milyon tümən, nümayəndə alayı da 100 milyon tümən, 200 milyon tümən, 500 milyon tümən. Bu bankda işləyənin, bu şeydə işləyənin haqqı yoxdur, ikinci işi olsun, amma nümayəndə məclisin 10 dənə də işi var. Bu düz deyil. Bu ayrı seçkidir. Bu təbizdir. Hər halda kamu və ümumiyyəti müdaxiləsindən qurtararaq uzmanların yetkilərinə. Aha, indi burada diqqət buyurun. O şeyi deyir. İndi burada da qeydir deyir ki, o ümumi şeyləri, təxəssüsləri. O təxəssüsləri uzmanların yetkilərinə, məsuliyyətinə dayanan məslək öz ərkliklərini, yəni azadlıqlarını. İş üzünə, ağa, sən ki təxəssüsün bankda yoxdur, sən ki bilmirsən banki mərkəzi nə mənə, burs nə mənə, ağay rəhbər buna niyə dixalət edirsən? Millət, siz niyə ona dixalət edirsiniz? Ağa, zəlzələ zidli, zəlzələnin qarşısında dura bilən binanı düzəltmək üçün bir dənə mütəxəssis lazımdır. Sən onu düzəldənməzsən, mən düzəldənmərəm. Ona dixalət eləməyəcək. Qanunu yazmaq üçün mütəxəssis lazımdır. Amma o mütəxəssis gərək tərbiyyət olaq. Amma o mütəxəssisin işinə dixalət eləməyəcəksən. Siyasətə siyasəti bilən gələcəkdir. Ağa, insaf əli, sən siyasətə niyə dixalət edirsən? Sən siyasəti bilirsən. Ha belə, hər sahənin işlərini, bunu deyir, yetkilərini dayanan məslək öz ərkilliklərini, öz ərkilik yəni
özlərinə ərkələmək, güvənmək, öz güvənən təxəssüslərində özlərinə güvənən insanlara verəcək. Burada yazıb ki, özgürlüklərini, belə təzyiq ki, onların mən beləsi düşünmürəm. Mən öz ərkilik, yəni öz təxəssüslərində özlərinə güvənən və cavab verici olan. Yəni əgər bir işi düzəltdi, dedi, ağa mən burada saxtaman düzəldirəm, zəlzələ qabağında dayanandı, sabahları yıxıldı, bu adam gələcəkdir, bunların hər kəs ki, burada ölübdür, burada xəsarətlər hamısını təzmin edəcək. Olmaz ki, sən gələrsən, deyəsən, mənim təxəssüsüm var, özərkilik budur. Yəni, özünün təxəssüsünə güvənən insanlar. Mən beləsi tərcümə edirəm. Dostumuz, yazan mütərcimimiz deyib ki, öz özgürlüklərini, azadlıqlarını. Mən beləsi görmürəm. Təsis etmək deyir. Bəs biri də budur. Hüquqçuların biri də budur ki, gələrlər, insanları iki yerə bölələr. Deyərlər, bir işiniz var, bir də qeyri işiniz var. O zaman ki, mühəndissən, sən bu mühəndisliğində təxəssüsü işlərə cavab verəcəksən. Məsuliyyətin var. O zaman ki, şəxsi işivə getdin, onda da səni deyənmər uşağı, sən, məsələn, deyənmər uşağı, ustandar ya məclis niyə məsələn gedib zina eləyibdir? Onu zina elədiği üçün şey eləmir. Yox, əlbəttə zina məzhəbidir. Bunun ki, buradan çıxaq, bu əslən çıxaq. Buradan çıxaq, bu əslən bunlar gərək silah götürək. Biz belə bir şeyləri qanunlarımızda qoymamalıyıq. Misalın dişi vurmamalıyıq, düz deyil. Amma deyək ki, bir dənə nümayəndə məclis gedib, bir dənə ayrı məşuqəsi var, arvadı da var. Tamam, bunun arvadı onun əleyhinə şikayət eləyə bilər. Gedər məclis getsin cavab versin. Gedib təsadüf eləyibdir. Gedib də rüşvət alıbdır. Bunun üçün nümayəndədir, bunu rüşvət alıbdır, mühakimə eləmək, belə bir şey yoxdur. Bu əsasa dayanan bir mədəni qanun ilə ticarət, sənaye, ziraət qanunları, universitet, baro, həkimlər dərnəyi, öyrətmənlər dərnəyi, mühəndislər dərnəyi və bənzəri kimi məsləki örgütlərin, məsləki öz ərkiliklərinə aid yasalar yapmaq daha bu amacın gərəkindəndir. Deyir, indi bu məsləklər şeyinə görə yenə də uzun cümlədir. Bu əsasa dayanaraq, yəni dedik ki, iki yerə bölür şeyi, bir mədəni qanun yazılmalıdır. Yəni dinsiz, onlar dedik da, və ticarət qanunu yazılmalıdır. Sənaye qanunu, yəni bu sənaye dediyimiz, yəni böyük sənətlər. Və ziraət qanunu, əkinçilik qanunu, əkinçiliklə ilgili olan qanunlar, heyvan saxlamaq, bağdarlıq, bu cür şeylər qanunu yazılmalıdır. Bu qanunları universitet olur danışqa, yəni təxəssüs əsasında. İndi bunlar əsasında yazılmalıdır. İndi baro bilmirəm nədir? Burada yazıb baro bilmirəm nədir? Həkimlər dərnəyi. Yəni, Döktürlər Dərnəyi gələcəkdir, özlərinə görə bir qanun yazacaq. Ki, bunu qabaqcında demişik da, məsləki əxlaqda. Öyrətmənlər Dərnəyi, dərnək dedik, əncümən, cəmiyyətdir, indi farsça deyilir, ərəbcə sözdür. Həm cəmiyyət, həm dərnək, həm hizb, bunların hamısı ərəbcə sözdür, farsça deyil. Həkimlər Dərnəyi, Döktürlər dediyimiz cərrahlar filanlar, bunların dərnəyi. Öyrətmənlər, müəllimlər dərnəyi, mühəndislər dərnəyi və buna tay kimi məsləki örgütlərin, məslək qurumları, cəmiyyətləri, təşkilatları qurulmalı, məsləki öz ərkiliklərinə, məsləki öz güvənliklərinə, ya burada əgər desək özgürlükləri, yəni öz azadlıqlarına aid yasaları yapmaq lazımdır. Bu amacın gərəkliyi, türkçülüğün amacından biri də budur ki, məsləki qanunları da yapsın. Bunu da qabaqcadan demişdi. Hüquqda türkçülüyün üçüncü amacı da var. Nədir? Bir çağdaş ailə vücuda gətirməkdir. Hüquq çağdaş ailə vücuda gətirmək də onun haqqı. Türkçülüyün, hüquqda türkçülüyün əsaslarından biri də budur ki, gərək çalışır çağdaş ailə vücuda gətirək. Çağdaş ailə nə deməkdir? Onu görək burada nə cür açır. Çağdaş dövlətdəki eşitlik ilkəsi erkəklə qadının evlənmədə, boşanmada, mirasda, məsləkdə, politikdə, haqlarda eşit olmasını gərəktirir. Nədir? Çağdaş ailə. Deyir ki, çağdaş ailəni bu cür qoruyacaqdır. Çağdaş dövlət gərək düzələ. Çağdaş dövlətdə eşitlik, yəni müsavat, bərabərlik, heç kəsdən, heç dəlilə, heç işə görə fərqli deyil.
üstün aşağı deyil. Eşitlik ilkəsi, qanunu. İlkə qanun birincilər. Erkəklə qadın. İndi burada. Erkek ve kadın. Demir arvət ve kişi, dede, nene, oğul, bala. Bunları demir. Deyir erkek ve kişi. Erkek ve kadın evlenmede, boşanmada, mirasda, dede nene öldü, miras kaldı. Babalar öldü, miras kaldı. Məsləkdə, işdə, təxəssüsdə, politikdə, siyasətdə, haqlarda, tamam haqlarında eşit olması gerekir. O halda yeni aile yasası ile seçim yasası bu əsasa göre yapılmalıdır. Pəs, deyir bu halda əgər belə olsa, yeni aile yasası, aile kanunu yasası ve seçim yasası. Yani bakın hem dövləti seçmə, hem de ki ər-arvad bir-birini seçmə kanunu qoyaq, ağa dədələri eləyə bilməsin, zor eləsin. Bu əsasa göre yapılmalıdır, kanunları bu əsasa göre düzəltməliyik. Özetle, xülasə desək ne olar? Xülasə desək, bütün yasalarımızda hürriyyətə, eşitliyə, ədalətə aykırı nə qədər qoral və teokrasi ilə kolorikalizmə aid nə qədər izlər varsa hamısına son vermək lazımdır. Gözəl dedi. Deyir ki, özətlə budur ki, bütün yasalarımızda, tamam qanunlar ki biz qoyacağıq, orada gələcəkdə, azadlığa, insanın azadlığına kimin qabağında? Dövlətin, dinin, əxlaqın, cəmiyyətlərin və ürfün qabağında. Hətta ürfün qabağında insanların azadlığın hürriyyət. Hürriyyət ərəbcə sözdür, azadlıq onun türkçəsi, bəlkə də ayrı dillərdən gəlmiş ola bilər, bilmirəm. Eşitliyə, bərabərliğə, heç kəsdən, heç cəhətdə üstün olmamalı. Təxəssüs ayrı daha. Təxəssüs özü bir üstünlük, əşyalıq şey edə bilər. Biri məsələn döktür olar, ayda filan qədir pul qazanır. Biri də fəhlə olar, ayda filan qədir qazanır. Bu deyil. Üstünlük mövqeyiyyət idarədən danışır. Siyasi, ictimai mövqeyiyyətlərdən danışır. Ədalətə. Ədaləti məni elədi o əsasda. Ədaləti məni elədi. O 3 dana yerə böldü. Baskı olmayacaq, şəfəqət olacaq və filan. Ədalətə aykırı nə qədər qular var? Ədalətə aykırı yəni zidd. Ziddi ədalət. Əşitlik, azadlıq. Nə mənə qanunlar var, nə qədər qural var, qanun, qural yəni qanun var. Qanun ərəbcədir, farsçası yoxdur, onun türkçəsi quraldır. Qural və teokrasi. Teokrasi dedik din. Və kolorikalizm, mollalar dediği təfsir müfəssirlər aid hər nə qədər izlər var qanunda. Yəni qanunda, yaşamımızda, ürfüdə hər nədə bunlardan iz var, əlamət var. Bunların hamısı varsa, hamısına son vermək lazımdır, hamısını qurtarmaq lazım. Ağa, insaniyyəti bunlardan qurtarmalıyıq. Əziz dostlar, yavaş-yavaş fikrim o da qurtarır. Burada yetişli bir ayrı bəhs başlanır. O da dində türkçülük. Cəlibdir, bunlar mən heç bilmirdim. Bunlarda da türkçülük olar. Görək, dində türkçülük eləyəndə nə cür olur? Əlbəttə, biz də özümüz şiəliği biraz türkçülük, farsçılığa bölə bilirik. Bu da bizim mühümdür. Məncə, baxım görün, burada nə qədər vaxtımız bizə verir. Əgər vaxt çox var, 8 dəqiqə var. Görüm 8 dəqiqə buranı qutara bilirəm. Bu səfəni qutara bilsəm. Qutara bilərəm, amma qoyaq qalsın din məsələsini sabah oxuyaq da. Çünki din məsələsi də ciddidir. Mən də bəlkə biraz uzun danışdım. Secim oldu. Ona görə qalsın sabah. Sağ olun. Sizin hamınıza can sağlıqsı arzuluram. Var olun, sağ olun. Görüşmək üzərə.